Hörmətli bizim media izləyiciləri, bugün demək olar ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ikinci günü də yekunlaşmaq üzrədir. Bəs bugün sessiyada nələr yaşandı? Bugün sizlərlə bərabər bunlara nəzər salacağıq. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Ölkə başçısı bir çox məqamlara da toxunub. Prezident İlham Əliyev qeyd edib ki, tədbirə rekord sayda iştirakçı gəlib. Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir. Prezident İlham Əliyev həmçinin bildirib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın 30 illik işğalı altında olmuş və tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Azərbaycan lideri əlavə edib ki, torpağın əsl sahibləri məhz belə davranmalıdır. Onlar dağıtmaq, məhv etmək və insanlara əzab gətirmək üçün gələnlərdən fərqli olaraq qürur yaradır və dirçəldirlər. Bugün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alırlar və onların məşğulluğunun təmin edilməsi də hökumətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də onlar üçün mənzillər, fərdi evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl əlbəttə ilk növbədə ərazilərin minalardan təmizlənməsi həyata keçirilməlidir. Bugün forum tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Liderlər Sammiti də keçirilib. Liderlər Sammitində çıxış edən Özbəkistan prezidenti Şəfqət Mirzoyayev bu fon üçün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan prezidentinin rəhbərliyi altında Azərbaycan xüsusilə Qarabağ sürətli və geniş miqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütün şəhərlər bərpa olunub, yeni yaşayış yerləri və müasir infrastruktur obyektləri inşa edilib. Serbiya prezidenti Aleksandr Vučić VUF 13 çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı Azərbaycan xalqına möhtəşəm qonaqpərvərliyə görə təşəkkür edib. O qeyd edib ki, Azərbaycan prezidenti xalqı, ölkəsi üçün etdiklərini görürəm. Kənardan gələnlər üçün bunu görmək daha asandır. İlham Əliyevin hamıdan daha çox sahib olduğu insanlarına bağlılığı, qətiyyəti, inanılmaz tərəqqinin baş verməsinin səbəbkarıdır. VUF 13 Bakının dünya paytaxtına çevrilməsinin sübutudur, deyə Serbiya lideri əlavə edib. Bugün həmçinin Assambleyaların birgə yekun iclası Urban Expo sərgisinin rəsmi açılış mərasimi olub. Hazırda gördüyünüz kadrlarda məhz bu Expo sərgisindəndir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri VUF 13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin məskunlaşma proqramının icraçı direktoru sərginin rəmzi açılışını bildirən lenti kəsib və sərgi bugündən etibarən öz işinə start verib. 3,5 hektar ərazini əhatə edən Urban Expo sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Həmçinin Afrika regionu üzrə nazirlərin regional görüşü də baş tutub. Əlavə edək ki, VUF 13 BMT-nin məskunlaşma proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusuna həsr olunan forum mayın 22-sinədək davam edəcək. Forum çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları və insan rifahı ilə bağlı qlobal məsələlər müzakirə olunur. Xatırladaq ki, forumun ilk günündə Azərbaycanın sədrliyi ilə yeni şəhərsalma proqramına dair nazirlər səviyyəsində görüş, Qadınlar Assambleyası, yerli və regional hökumətlərin Ümumdünya Assambleyası, icma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyası, Uşaq və Gənclər Assambleyası, eləcə də Biznes Assambleyası baş tutub. Hazırda Expo mərkəzində bugünlük olaraq sizlərə çatdırmaq istədiklərimizi çatdırdıq. Təbii ki, sabah da proqramlarımız davam edəcək. Bu elə bir tədbirdir ki, hər gün yeniliklərin şahidi oluruq. Gələn qonaqların sayına görə də həqiqətən biz çoxlu qonaqların gəlməsini müşahidə edirik və sabah da nələr olub bitəcəksə bunları sizə çatdırmağa davam edəcəyik.